Deməli, bugün 13 aprel tarixində 9-cu siniflər üçün keçirilmiş buraxılış imtahanına düşən reading suallarına baxacağıq, reading və short textlərə. Bundan əvvəlki videoda qrammatika suallarının izahını vermişəm və ayrıca bir videoda listening suallarının da izahı gələcək, narahat olmayın. İndi başlayırıq short textlərlə. Deməli, 5-də nə deyir? Dear Jessica, thank you for applying for the job as a lawyer. Əziz Jessica, deməli, hüquqşünas olaraq bu iş üçün müraciət etdiyinə görə sənə təşəkkür edirik. We would like to invite you for an interview at 11 a.m. on Tuesday. Aha, deyir ki, burada bu tarixdə, sentyabrın 21-də səni ofisimizə intervyuya dəvət edirik, müsahibə mərhələsinə dəvət edirik. You will meet with the head of our company, Emily White, and the interview will last for about 45 minutes. Deyir ki, sən bizim şirkətimizin rəhbəri Emily White ilə görüşəcəksən və interview müsahibə təxminən 45 dəqiqə davam edəcək. If you have any questions or wish to change the interview date, please ring or email me. Deyir ki, əgər bu intervyunun tarixi ilə bağlı, dəyişilməsi ilə bağlı hər hansı bir sualların və istəklərin varsa, sentyabrın 12-sinəcən mənə e-mail göndərə bilərsən və ya zəng edə bilərsən və deməli, HR assistant deyir bunu. Bu məktubu yazan HR Human Resources, yəni insan resursları departamentinin rəhbəridir, belə deyək. İndi baxırıq variantlara. The job interview will last less than half an hour. Yarım saatdan az davam etməyəcək, 45 dəqiqə. Davam edəcək, anı çıxdıq. Jessica applied for the job as the head of the company. Xeyr, şirkətin rəhbəri olmaq istəmir o. O, hüquqşünas kimi çalışmaq istəyir həmin şirkətdə. B-ni çıxdıq. Emily White will meet with Sophia Harris if Jessica changes the interview date. Sophia Harris kimdir? HR-dır. HR departamentdə assistantdir. Orada işçi kimi çalışır. Sophia ilə Emily White görüşməyəcək axı. Emily White ilə Jessica görüşəcək. Ona görə C-ni çıxdıq. Sonra, if Jessica has any questions, she won't be able to phone. Won't be deyir. Yəni, hər hansı bir sualı olsa, HR assistanta yaza bilməyəcək, e-mail göndərə bilməyəcək, zəng edə bilməyəcək. Əksinə, bu deyir ki, göndərə bilərsən, mənə zəng edə bilərsən. Bir dənə qaldı, Y bəndi. Jessica is invited, bəli, sentyabrın 21-də intervyuya dəvət olunub. Sonra, 6-da. Join our summer camp for kids today. Deyir ki, bu günləri bizim uşaqlar üçün olan yay kampusumuza qoşulun. We have fun games, arts and competitions. Bizdə maraqlı, əyləncəli oyunlar var, incəsənət var və yarışlar keçirilir. You can also make new friends here. Həmçinin yeni dostlar qazana bilərsiniz. There will be a special discount for the second child of the same family. Deyir ki, ailənin ikinci uşağı üçün burada xüsusi discount, yəni endirim olacaq. It is the last day for signing up. Və qeydiyyatdan keçməyin axırıncı gündür, yəni bugün qeydiyyatdan keçin. Belə bir elandır. Deməli, only one child from family is allowed to attend the camp. Kampusda iştirak etməyə hər ailədən yalnız bir uşağa icazə var. Tamamilə yanlışdır. Çünki deyir ki, birinci uşağı gətirdin, ikincini də gətirsən, ikinci artıq sənə endirim deyirik. Anı çıxdıq. Sonra, signing up for the camp will last till the end of the next week. Qeydiyyatdan keçmək gələn həftənin sonunacan davam etmir. Deyir ki, bugün axırıncı gündür. Sonra, the camp provides children with different activities. Tamamilə doğrudur. Kampus uşaqlara uşaqlar müxtəlif fəaliyyətlərlə təmin edir. Oyunlar, incəsənət və yarışlarla təmin edir. Tamamilə doğrudur, C bəndi. Sonra, the second child of family can attend the camp for free. İkinci uşaq havayı iştirak edə bilməz. Sadəcə ikinci uşaq endirim olunur. Tam havayı deyil. D-ni çıxdıq. Discount is for all kids who can participate in the camp. Deyir ki, bu endirim kampusda iştirak edə biləcək bütün uşaqlara aiddir. Xeyr, birinciyə aid deyil, yəni. İkinciyə aiddir. Sonra, 7-də. Salam Jane, you are invited to my birthday party. Mənim ad günü şənliyimə dəvətlisən. It will be on Saturday at 3 p.m. at my house.
deməli 6-cı gün olacaq, mənim evimdə keçiriləcək saat 3-də. You have to wear a special costume for the birthday party və bu parti üçün xüsusi bir paltar geyməlisən, xüsusi bir kostyum geyməlisən. Tezliklə görüşənəcən Karla. Deməli, the birthday party will be held in the restaurant. Restoranda keçiriləcək, xeyr, evində keçiriləcək. The visitors should wear official dress for the birthday. Rəsmi paltar geyməli deyirlər. Uşaq baxın, çaşıb burada rəsmi paltar götürüb. Rəsmi deyil, deyir ki, xüsusi paltar geyməlisən. Sonra, Jane can participate at the party on Monday. Monday deyil, Saturday'dir. Jane çıxdıq. Carla will celebrate her birthday alone. Tərk keçirməyəcək. Çünki Carla deməli nə deyir? Carla deyil axı. Aha. Carla bunu dəvət edir axı. Jane'i dəvət edir. Ona görə tək keçirə bilməz. Yəni hamını dəvət edir. Deyini çıxdıq. Sonra həm də deyir you have to wear. Yəni ki başqalarını da dəvət edib. Sonra Jane should wear a specific dress for the birthday. Tamamilə doğrudur. Xüsusi bir paltar geyməlidir. Specific, special eyni sözdür. Baxın, uşaq çaşıb beyni götürüb, tam oxumayıb yəni ki sualı. Doğru cavabımız Y-dir. Sonra gəldik reading suallarına. Burada Aral dənizi barəsindədir. Və Aral dənizinin deməli, təhlükəyə uğraması, suyunun tükənməsi və s. bu barədədir. 8-ci sualda The Aral Sea receives water from two main water sources. İki əsas su mənbəyindən alır suyunu, baxaq. Has two main sources of water. Amudərya, bir də Sırdərya çayları. A bəndi tamamilə doğrudur. Gained a lot of water. 1900-cü illərin sonunda çoxlu su əldə etdi. Burada isə deyir ki, lost, yəni itirdi, çoxlu su itirdi. B-ni çıxdıq. Sonra, is full of fresh water sources. İçməli su mənbələrindən doludur. İçməli su, burada qeyd olunmuşdu içməli suyun tükəndiyi. Bir də ki, onun onsuz da suyunun 10% qalıb. Now fresh water sources are reduced. Baxın, azalıb və sağlamlıq problemləri ortaya çıxıb. Ona görə Jane çıxdıq. Has warm winters and cold summers. İsti qışları yoxdur. Soyuq qışları var. Deyini çıxdıq. Is now used for the fishing. Balıqçılıq üçün istifadə olunur. Burada deyir ki, keçmişdə çoxlu balıq var idi. İndi isə sağlamlıq problemləri ortaya çıxıb və balıqçılıq biznesi məhv olub. Ona görə yeni çıxdıq. Çünki burada is now deyir. İndidən söhbət gedir. Sonra 9-da. What was the purpose of changing directions of the rivers running to the Aral? Deyir ki, Aral dənizinə gedən çaylar var da, onların istiqamətinin dəyişməsində məqsəd nə idi? Niyə görə dəyişiblər istiqamətini? Burada demək, started to disappear as water ran. So watering cotton. So the direction of these rivers changed. Burada change dəyişilib, burada qeyd olun. Yəni, pambıq tarlalarını sulamaq üçün idi. Bu məqsədlə. Baxaq. Yeni su mənbələri tapmaq üçün yanlışdır. Aral dənizinin suyunu azaltmaq üçün yanlışdır. Turistlərin diqqətini cəlb etmək üçün bu da yanlışdır. To develop fishing business, balıqçılıq biznesi yanlışdır. Orada göstərilmişsə cotton fields deyir. Pambıq tarlalarını sulamaq üçün. Mətn əsasən Aral dənizi barəsindədir. Doğru cavabımız A bəndidir. Yoxa çıxmaq təhlükəsində olan bir dəniz barəsindədir. Hansı ki, o da Aral dənizidir. A bəndi. Deyir, bu pambıq tarlalarını sulayan çaylar, orada sırf çaylardan danışılmayıb. Aral dənizinə görə çayların adı çəkilib. Aral dənizinin sırf iqlimində deyil, balıq və digər dəniz məhsulları deyil. Aral dənizi tərəfindən əhatə olunmuş adalar. Bu da yanlışdır. Adalardan danışılmayıb orada. Sonra yanlışı soruşur. Aral dənizinin adı adalarla bağlıdır. Tamamilə doğrudur. Burada qeyd olunmuşdu. Birinci abzasda. Sonra very little rain. Bəli. Az yağıntı var orada. Burada yağıntı sözü rainfall yazılıb. Çox az yağıntı var.
Deyir, ən böyük göllərindən biridir, yanlışdır. Çünki deyir, onun suyunun cəmi 10% qalıb. İndi bizdən nəyi soruşur? Yanlışı soruşur da. Yanlışı soruşursa, elə doğru cavabımız C bəndidir. Sonra, there are a lot of islands in the sea. Çoxlu adalar var. Bu doğru olmalıdır. Mətndə var idi. Because of the many islands in it. Onun içində çoxlu adalar var. Bu doğrudur. Sonra, the Aral Sea started to disappear. 20-ci əsrin ikinci yarısında yoxa çıxmaya başladı. 20-ci əsrin ikinci yarısı 1960-cı illər doğrudur. Started to disappear. Yoxa çıxmaya başladı. Deməli, Y-də doğrudur. Doğru cavabımız oldu burada. C bəndi. Yanlışı soruşurdu bizdən. Sonra, doğru fikirlər soruşur. Açıq sualdır bu. Deməli, nədir? As the Aral Sea dries, it becomes a danger for the environment. Aral dənizi quruduqca ətraf üçün təhlükə yaradır. Bir tamamilə doğrudur. Biri seçdik. Sonra, three parts were formed on the Aral Sea because of heavy rainfall. Çoxlu yağıntı yağdığı üçün orada 3 dənə bölgə formalaşıb. Çoxlu yağıntı. Burada az yağıntı deyir axı. Az yağıntı deyir. Ona görə 2-ni çıxdıq sonra. Today only a little part of the Aral Sea exists. Bəli, günümüzdə onun çox balaca hissəsi 10% qalıb. Deməli 1-3 olur doğru cavabımız. 1-3. The level of the water in the Aral Sea will rise in the future. Gələcəkdə suyun səviyyəsi qalxmayacaq. Əksinə quruyacaqdır gələcəkdə. Belə reading suallarla bu qədər. Qrammatika bundan sonraki sualların izahını əvvəlki videoda vermişəm. Girib baxa bilərsiniz. Listening suallarında izahı tezliklə gələcək.